Nəhayət ki, bu Sinsay mağazasına gedib çıxa bildim. Açığı tam səmimi olaraq deyim ki, mən elə bilirdim ki, bu mağaza qadın geyimləri mağazasıdır. Yəni ki, bu markanı heç tanımırdım. Ona görə daha əvvəl qarşısından keçəndə içəri daxil olmamışdım. Amma izləyicilərim deyəndən sonra araşdırma elədim. Pepco kimi bir mağazaymış. Elə Pepco da Polşanındır, bu mağaza da Polşanındır. Qadın və kişi geyimləri, hədiyyəliklər, uşaq üçün paltarlar və ev əşyaları satılır. Bazara daxil olarkən məncə kifayət qədər reklam eləməyiblər. Bəlkə də bu özlərinin strategiyasıdır, amma məncə buranın ev əşyaları bölümü çox yaxşı reklam olunmalıdır. Çünki bu cür əşyaların rəqabəti çoxdur Azərbaycanda. Vaxtım az idi deyə çox baxa bilmədim. Sırf Coca-Cola yazısına görə belə bir pijama aldım, sonra bəzi buz qabları aldım. TikTokda trend olan bəzi məhsulları aldım və idman məhsulları aldım. İdman məhsullarının qiyməti mən deyərdim ki, münasibdir, başqa yerə baxanda normaldır qiymətlər. Dostlar, qeyd eləmək istəyirəm ki, bu bir əməkdaşlıq videosu deyil. Hamısını öz cibim pulumdan almışam və videonu da təmənnasız paylaşıram. Hətta belə IKEA kimi mebellər var idi. Yığılan stul, yığılan tumba və s. Digər maraqlı əşyalar da çox idi.